Hamınıza salam dostlar. Bu videoda Samsung Galaxy A56 telefonu incələyirik və həmən başlayaq. Sizdən bir xahişim odur ki dostlar, bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Bu videonu izləməyə davam edin. Çünki birazdan bu telefon haqqında müsbət və mənfi rəyləri alasınız və həmən başlayaq. Dostlar, telefonun dizaynını olduqca bəyənirəm çünki çərçivələr olduqca incədir və olduqca müasir görünüşə sahib və həmçinin telefonun metal çərçivədən ibarət olduğunu buradan görmək olur. Həmçinin baxın, görürsünüz, metal çərçivəni özünün gözəlliyini göstərir. Yəni telefon premium hissiyatını bizə göstərir dostlar və həmən telefonun texniki detallarına keçək. Dostlar, telefon 5G-ni dəstəkləyir və bu telefon 198 qramdır. Olduqca ələ oturumlu və qəşəng kompakt bir cihazdır. Dostlar, telefonun sudan qorunma sertifikatı mövcuddur. Telefon sudan qorunma sertifikatı mövcuddur və suya qarşı dayanıqlıdır. Yəni telefon ekranı olduqca parlaq və qəşəngdir. AMOLED, super AMOLED bir ekrandır. 120 Hz-lik bir ekrandır dostlar və Full HD Plus-dur. Victus Plus şüşə ilə qorunur, möhkəm bir qoruması var. Arxa tərəfdə həmçinin telefonun şüşədir və alüminium gövdəyə sahibdir telefon. Dostlar, telefonun prosesoru olduqca yaxşıdır. 4 nanometrlik Exynos 1580 prosesoru mövcud içində. Və bu prosesor sizə Exynos 540 ekran kartı ilə bir yerdə gəlir. Bu PUBG Mobile 60 FPS, 90 FPS verməyə kömək edir. Dostlar, telefonumuzun kamerası 50 megapiksel, bir ədəd 12 megapiksel, bir ədəd 5 megapikseldir. Gündüz vaxtı yaxşı şəkil çəkir, gecə vaxtı da yaxşı şəkillər çəkə bilir. 4K 30 FPS, 1080p 60 FPS video çəkir. Selfie kameramız isə 1080p 30 FPS, 4K 60 FPS video çəkir. Dostlar, telefonumuzun kolonkaları cütdür, bu da yaxşıdır. Və telefon dostlar barmaq izi sensorunu ekranın içində dəstəkləyir və bu olduqca önəmlidir. Çünki qıraqda bir sensorun olmaması telefon üçün müsbətdir. Telefonun isə 906.000, 908.000 civarı Antutu halı var. Bu da günlük istifadə üçün, oyun oynamaq üçün də kifayət qədərdir. Artıqlaması ilə sizə bəs eləyər. Amma mən sizə tövsiyəm odur ki, telefonu 256 GB-lıq versiyasını alın. Heç olmasa daha çox yaddaş, daha çox istifadə deməkdir dostlar. Heç nə dostlar, videoya like ataraq kanala abunə olmağı unutmayın. Çox sağ olun, salamat qalın.